Mələklər 3 yerdə gülürlər. 3 yerdə deyir mələklər gülürlər. Bir hardadır? Birinci yer deyir ordadır. Əkin eləyən əkinçi neyniyər? Belini biraz da o yana vurar ki, bir qarışda o birisinin torpağından neynəsin? Belləsin, öz torpağına qatsın. Mələklər onda gülərlər. Eyni zamanda da nədir? Bu bircə əkinçi üçün deyilməyib ki, o hasarın çəkir. 20 santda çəkir o yana. 40 santda çəkir o yana. Məhəllədə gəldim, gördüm küçə bağlıdır. Niyə bağlıdır? Bir dənə uzun maşın girib küçə bağlanır. Nə olacaqdı ki, yarım metrə o yana hasarı çəksəydiniz, nə olacaqdı? Nə olacaqdı? Özdə o yerdə qalıb, elə gedirsən, görürsən ki, 1 hektar həyəti var, o həyətdə də heç nə eləmir. Neyniyəcəksən? Bakıda buğda əkəcəksən, kartof əkəcəksən. Neyniyəcəksən? Qonşunun həyətinə də girir, qonşunun haqqına da girir. Hamının haqqına girir ki, nədir bunun həyəti böyük. Bu hərislikdən irəli gələn bir şeydir. Yığır, yığır, heç nə istifadə də eləmir. Lazım da deyil ona.